Vaxtilə böyük sərvətə malik olan, həbs edildikdən sonra sərvətini itirib vaqonda yaşayan biznesmen İbrahim Zeynalov tutulmasında deputat Ziyad Səmədzadənin əli olduğunu iddia edir. APA TV Müsavat.com-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunduqdan sonra bütün sərvətini itirən keçmiş biznesmen hazırda Neftçalanın Kürkənd kəndində vaqonda məskunlaşıb, yeriyə bilmir. Oğlu ilə birlikdə yaşayan Zeynalov 2000-ci illərin əvvəllərində zavod, fabrik, sexlər, bahalı avtomobillər və bir çox varidatın sahibi olsa da, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunduqdan sonra bütün əmlaklarını, 2 övladını və həyat yoldaşını itirib. İbrahim Zeynalov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmasında deputat Ziyad Səmədzadənin əli olduğunu bildirir. Ziyad mənim evimin daimi qonaqlarından olub. Çörək kəsmişik, həmişə cibinə pul qoyurdum. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edirdim, qızıl saat verirdim. Xarici səfərləri zamanı gediş-gəlişinin pulunu ödəyib xərclik verirdim. Bir gündə Ziyad Səmədzadə gəldi ki, bəs bir akademik var, Əhməd Mahmudov. Onun kitabını çıxartmaq lazımdır. Kitabın çapı üçün 25.000 dollar pul istədi. Verdim. Münasibətlərimiz çox yaxşı idi deyə işlərim haqqında da məlumatı vardı. Hətta qızının villasında təmir elətdirmişdim. Mən fabrikim üçün bankdan kredit götürmək istəyirdim. Ziyad Səmədzadə dedi ki, sahibkarlığa kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də mənə kredit verməmişdilər. Ziyad deyəndən sonra mənə həmin pulu ayırdılar. Krediti götürüb 10%-ni də Ziyada verdim. Fabrik işə düşəndən sonra gəldi ki, fabrikin 51%-ni mənim adıma keçir. Razılaşmadım. Dedi ki, sənin başına oyun açacağam. Ağlıma gəlməzdi ki, o mənə qarşı belə bir naxələflik edər, məni tutdurar, sifariş edər. İbrahim Zeynalov daha sonra rüşvət ittihamı ilə şərhlənərək həbs edildiyini deyib. 7 ay 17 gün məni şər ittihamla həbsdə saxladılar. Milli Təhlükəsizlik Nazirliyinin generalı Mövlam Şıxəliyev 10 milyon dollar istəyirdi. Dedilər ki, pul verməsən səni Karsa salacaq. Heç o zaman Karsın nə olduğunu bilmirdim. Mövlam Şıxəliyev bildirdi ki, Eldar Mahmudovun atasının kitabının çapı üçün Ziyad Səmədzadəyə 25.000 dollar vermişəm. Mən həbsdə olanda ailəmə də təzyiqlər göstəriblər, övladlarımı hədəliyiblər. Uşaqlarım zavodu, xalça fabrikimi, sexləri, evləri, maşınları, qızıl zinət əşyalarını, bağlarını, bir sözlə nə var idisə hamısını satıb Eldar Mahmudovun quldur dəstəsinə 8 milyon dollar veriblər. Məni azad etdilər. Amma yenə əl çəkmədilər. Aeroportun arxasında 4 hektar torpağım qalmışdı. Onu da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlimdən aldılar. Mövlam Şıxəliyevin oğlu Elgün torpağa özü gəlmişdi. Məni gördü və dedi ki, bağda qonşu olmuşuq. Biz sənin maşınlarına həmişə həsrətlə baxmışıq. Mənim bağ evim olanda Mövlam Şıxəliyevin yaxınlıqda balaca bir daxması vardı. Qızım da, oğlum da hədələrdən keçirdikləri streslərə görə vaxtsız dünyalarını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, dünyasını dəyişdi. Həbsdən çıxandan sonra bir evim qalmışdı. Onu da dostuma verdim. Çünki həbsdə olduğum zaman uşaqlarıma gətirib 2 milyon dollar pul vermişdi. Ondan sonra da evsiz qaldım. Belə qərara gəldim ki, Neftçalaya köçüb burada yaşayım. Bu vaqon bibimin oğlunundur. Mənə yaşamağa verib 280 manat pensiya alıram. Allahın bu gününə şükür edirəm ki, Mövlam Şıxəliyevin, Yasin Məmmədovun mənə qarşı etdiklərinə görə cavab verdikləri günü mənə nəsib etdi. Ayaqlarım ağrıyır. Amma onların məhkəməsinə mütləq gələcəyəm. Üzlərinə, gözlərinin içinə baxmaq istəyirəm. İbrahim Zeynalov Ziyad Səmədzadə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməməsinin səbəbini belə izah edib. 74 yaşa çatmışam, həyatın hər üzünü görmüşəm. Bugünə qədər kəsdiyim çörəyə naxələf çıxmadım, yalan danışmadım. Bundan sonra da dəyişən deyiləm. Qeyd edək ki, Mövlam Şıxəliyev və digərlərinin iş adamları və bir sıra vəzifəli şəxsləri qanunsuz həbs etdirib küllü miqdarda pul tələb etməsinə görə cinayət işi başlanılıb. Hazırda işə Bakı Hərbi Məhkəməsində baxılır.